Aleykum assalam və bərəkatuhu. Qardaş sual deyir ki, hər bir insan dəvət edə bilərmi? Və əgər dəvət edə bilərsə, necə dəvət etməlidir və dəvətdə necə olmalıdır? Ümumiyyətlə, əlbəttə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurub ki, Bəlliğu ənni vələv əyə, məndən bir ayət olsa belə çatdırın, yəni dəvət edin. Və o deməkdir ki, əlbəttə ki, hər bir insan dəvətçidir və hər bir insan dəvət etməlidir. Amma sadəcə insan dəvətdə hərə öz, belə deyim, məhdudiyyətini bilməlidir. Hər öz çərçivəsini bilməlidir. Yəni, hər bir insan dəvət edirəm deyib, yəni özünə aid olmayan dəvətlərə qarışmalı deyildir. Çünki insan əlbəttə ki, dəvət edən zaman onun əhli olmalıdır. Və insan ilk öncə nəyə dəvət edirsə, öz dəvət elədiyini özünü yəqin bilməlidir. Və əlbəttə ki, əgər insan dəvət yolunu seçirsə, dəvət əhli olmaq istəyirsə, hökmən dəvətdə olan qaydaları, şərtləri bilməlidir. Və biz bu barədə dəfələrlə dərslərdə qeyd eləmişik, ayrıca dərslər olub və suallarda qeyd eləmişik ki, bəli, insan dəvətdə özünün çərçivəsini aşmalı deyil və bütün günümüzdə olan fəsadlar, fitnələrin artması əlbəttə ki, insanların dəvət məcəlində özlərinə qoyulan çərçivəni, hədlərini aşmaqlarından dolayı. Yəni, bu olmalı deyil. Yəni, insan bilməlidir ki, dəvətin şərtləri var, qaydaları var və bilməlidir ki, dəvət Allah üçün olmalıdır, ixlasla Allah üçün olmalıdır və Allahın yoluna olmalıdır. İkinci, insan elmlə dəvət eləməlidir, elmsiz dəvət eləməli deyil, açıq-aşkar basirət üzərində, elm üzərində dəvət eləməlidir. Və üçüncü, insan dəvət eləyən insanın halını bilməlidir, onunla mərhələ-mərhələ addımlamalıdır, dəvətdə hikmətli olmaq lazımdır, nəyin, nə vaxt, necə, nə cür deyilməsinə fikir verməlidir, yəni birdən-bir hamısını yükləməlidir və s. Və sonuncu da əlbəttə ki, dəvət edən zaman başına gələn o çətinliklərdə, sıxıntılarda əlbəttə ki, səbirli olmalıdır. Və bu dəvətin qaydaları, yəni qısaca olaraq, ona görə əlbəttə ki, insan dəvət etməyin özündə qaydaları var. Yəni, dəvət əlbəttə ki, tövhiddən başlamalıdır. Yəni, namazdan, orucdan, zəkatdan deyil, tövhiddən başlamalıdır, insana tövhid çatdırılmalıdır, insanı şirkdən çəkindirmək lazımdır və onun şirki, küfrü, qala-qala böyük günahlardan dəvət olunmalı deyil. Yəni, qısaca dəvət, yəni mövzusu geniş mövzudur və əgər kimsə dəvət yolunu seçirsə, əlbəttə ki, ilk öncə dəvətə aid qaydaları, şərtləri bilməlidir, dəvətçi aid olan şərtləri, qaydaları bilməlidir və biləndən sonra əlbəttə ki, düzgün dəvət etməyi inşallah ki, bacaracaq.